Biz görürük ki, qulun qəlbini təmizləməsi, paklaması, günahlardan təmizləməsi ondan tələb olunur. Onun xəstəliklərindən, zərərlərdən. Belə olan halda xəstəliyin, qəlb xəstəliyinin gərək həqiqətini bilsin. Qəlb xəstəliyinin həqiqətini bilsin ki, o nədir? Ki, hətta ondan uzaq dursun, hətta onu qəlbindən təmizləsin. Və qəlb necə xəstələnir, onu bilsin. Nədən xəstələnir, onu bilsin. Və həmən o qəlb xəstəliklərinin növlərini bilsin. Ki, hansı qəlb xəstəlikləri var? Necə insan ona düşür? Onun hansı növləri var ki, hətta neynəsin? O xəstəliklərdən salamat qalsın. Qəlbini o xəstəliklərdən təmizləsin. Və Şeyx yenə İbn Qeym Rahimullahdan stat gətirir. Deyir ki, Şeyx İbn Qeym Rahimullah İğasətül Ləhfan min Məsaibüş Şeytan kitabında İbn Qeym Rahimullahın gözəl kitablarından biridir. Orada deyir, bu haqda deyir, yazıb. Şeyx orada qəlbin xəstəliyinin həqiqətini qeyd eləyib. Buyurur ki, Allah Azza və Cəllə münafiqlər haqqında buyurur ki, fi qulubihim məradun fəzədəhumullah mərada. Bəqərə surəsi 10-cu ayə. Deyir, onların qəlblərində xəstəlik var və Allah onların xəstəliyini artırıb. Xəstəliyini artırıb. Digər ayədə Allah Azza və Cəllə buyurur ki, liyəc'alə mə yulqiş şeytanu fitnətən lillədinə fi qulubihim mərad. Belə edər ki, Allah Azza və Cəllə şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan kimsələr üçün bir fitnəyə çevrilsin. Qəlbində görsən, yenə deyir ki, qəlbində nə var? Qəlbində xəstəlik olanlar, qəlbi sərt olanlar üçün. Həcc surəsi 53-cü ayədir. Və digər ayədə, Əhzab surəsi 32-ci ayədə Allah Azza və Cəllə buyurur ki, Aleykümselam. Yə nisəən nəbiyyi ləstunnə kə əhədin minən nisə. İn ittəqaytunnə fələ təxta'nə bil qavli fəyətmə'əlləzi fi qalbihi mərad. Buyurur ki, Allah Azza və Cəllə, ey Peyğəmbərin zövcələri, siz qadınlardan hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana danışmayın. Yoxsa qəlbində xəstəlik olan kəs tamaha düşər. Danışarkən şək şübhədən uzaq, şəriətə müvafiq qaydada gözəl danışın. Bax, burada Allah Azza və Cəllə möminlərin anaları olan Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələrini xəbərdar edir bu işdən, çəkindirir. Və bu eyni zamanda digər ümmətin bütün möminət qadınlarına da aiddir. Hər kəsə aiddir bu. Bütün qadınlara aiddir. Bir şey ki, Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələrinə Allah Azza və Cəllə bunu buyursa, digər qadınlar necə? Hamısına aiddir. Yəni, danışıqlarını neynəmədilər? Fikir vermədilər. Niyə? Qəlbində xəstəlik olanlar bir tamaha düşməsin. Deməli, burada nə var? Həqiqətən bir fitnə var. Bundan diqqətli olmalıdır qadınlar. Digər ayələrdə Allah Azza və Cəllə buyurur ki, əgər münafiqlər, qəlbi xəstə olanlar və Mədinədə yalan şayələr yayanlar öz yaramaz əməllərinə son qoymasalar, səni onlara müsallat edərik. Kimi? Muhammed sallallahu aleyhi ve sellem. Yəni, səni onlara müsallat edərik, sən də onların sonuna çıxarsan. Digər ayədə isə Allah Azza və Cəllə buyurur ki, biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, kitab verilənlər və möminlər haqqa şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin Allah bu məsələ nə demək istəyir demələri üçün 19 etdik. Şeyx burada buyurur ki, yenə İbn Qeym Rahimullah, Allah Azza və Cəllə deyir burada, mələklərin, yəni cəhənnəmlə müvəkkəl olan mələklərin sayının 19 olduğunu deyir. Və burada deyir, Allah Azza və Cəllə 5 hikməti deyir, bəyan eləyir. Birincisi, o mələklərin orada o cür təyin edilməsi kafirlər üçün bir sınaqdır. O cür 19 etdik deyilməsi hələ ki bu dünyada ikən olan, həmən sağ ikən olan kafirlərdən gedir söhbət. Onlar üçün bu bir sınaqdır və onların küfrünün və azğınlığının artmasına bir səbəbdir. Ondan sonra kitab əhlindən iman etənlərin və iman etmək istəyənlərin yəqinliyini artıran bir məsələdir. Bunu şeyx niyə görə qeyd edir burada? O cəhənnəm mələklərinin, cəhənnəm gözətçisi mələklərinin sayının 19 olması
kitab əhlində də bunun məlumatı var. Amma bunu Peyğəmbər sallallahu aleyhi və səlləmə onlar bildirməmişdi. Bax, bunu onlar bilirdilər. Bilirdilər ki, öz kitablarında bu xəbər var ki, o mələklərin sayı 19-dur. Amma Muhammed sallallahu aleyhi ve sellem bundan xəbəri yox idi. Allah azze ve celle'nin o ayədə Muhammed sallallahu aleyhi ve sellemin dili ilə həmən mələklərin sayının 19 olmasını bildirməsi kitab əhlinin yəqinliyi artırması üçün idi. Yəni ki, kim ki onlardan iman etmək istəyənlər var, onların yəqinliyi artsın. Bu xəbəri verməsi ilə. Həmçinin iman gətirənlərin imanının artması üçün bir səbəb idi bu. Çünki onlar nə edirdilər? Bu xəbəri təsdiq edirdilər qəlbləri ilə, iqrar edirdilər və bu da onların imanının artmasına səbəb olurdu. Və eyni zamanda kitab əhlindən olanların şübhəsinin aradan qalxması var burada. Və eyni zamanda möminlərin də kamil təsdiqləri üçün onlarda da şək şübhənin qalxması. Və bəzi kafirlər üçün də onların heyrətə düşməsi var. Hansılar ki, onların qəlblərində xəstəlik var. Onlar da nə edirlər buradan? Heyrətə düşürlər və sonunda nə dedilər? Mədə əradallahu bihədə məsələ. Allah bu məsələ nə demək istəyir? Heyrət içərisindədir. Çünki onlar nədir? Qəlbləri xəstədir, kördur və Allah azza və cəllənin burada, bu ayədə mələklərin sayını bildirməsində məqsədini, hikmətini anlaya bilmirlər və ona görə heyrətə düşürlər. Bir dənə ayə və gör nə qədər burada məsələlər var. Və şeyx həmçinin buyurur ki, qəlblərə haqq nazil olduğu zaman onların bəzi halları var. Bəzi qəlblər var ki, deyir, bu onların küfrünü və inkarını artırır. Daha da küfrə, daha da dərinə gedirlər. Bəzi qəlblər var ki, bu onları təmizləyir. Haqq ona endiyi zaman qəlblər təmizlənir və bu onlar üçün bir hüccət olur. Və bəzi qəlblərdə də nə olur? Heyrət və körlük hasil olur. Heyrəti və körlüğü artır. Yəni, bu ayələrdən, bu haqdan nə qəsd edildiyini o bilmir. Haqqı Allah azə və cəllə nazil edir. Bəzi qəlblər bunu başa düşür, fəhm edir, iman edir, imanı artır, təsdiqi artır, yəqinliyi artır, şübhələr aradan qalxır. Bəziləri isə daha da heyrətə düşür, daha da çaşqınlığa düşür. Və necə ki, Uca Allah buyurur ki, Yə eyyuhən-nəsu qad cəətkum məv'izatun min rabbikum və şifəun limə fis-suduri hudən və rəhmətun lil-mu'minin. Ey insanlar, Rəbbinizdən sizə bir öyüd nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət olan Quran gəlmişdir. Kökslərdə olan nədir? İnsanın qəlbi. Möminlər üçün isə nədir bu? Doğru yol göstəricisi və mərhəmət. Şeyx buyurur ki, Rahimullah, İbn-i Qeym Rahimullah, həqiqətən bu Quranda nə var? Bu Quranda qəlblərdə olan xəstəliklərə bir şəfa var. Hansı ki, o qəlblərdə də xəstəliklər əsasən nə üzr olur? Cahillik və günah işləyərək haqdan azması ilə hasil olur bu xəstəliklər. Və cahillik bir xəstəlikdir. Onun şəfası nədir? Elm. Haqdan sapmaq, günahlar da bir xəstəlikdir. Onun da deyir şəfası rüşddur. Baxın, burada 2 dənə xəstəlik qeyd elədi şeyx. Biri nə idi? Ən son. Cahillik. İkincisi də haqdan sapmaq. Bu 2 xəstəlikdir. Birincinin dəvası, cahilliyin dəvası elmdir. İkincinin də nədir? Haqdan sapmaq, rüşd, doğru yol üzrə olmaq. Allah azza və cəllə deyir, öz peyğəmbərindən bu 2 xəstəliyin ikisini də uzaq eləyib. Ondan tənzih edib. Bax, ayəyə bax. Nəcm surəsi 1-3-cü ayələr. Allah azza və cəllə buyurur ki, وَالنَّجْمِ إِذَا هَوَى مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى. And olsun batmakta olan ulduza. Yoldaşınız, yəni Muhammed sallallahu aleyhi və səlləm. Salavat gətirin, qardaşlar. Sallallahu aleyhi və səlləm. Sallallahu aleyhi və səlləm. Nə azmış, nə də sapmışdır. Kim? Muhammed sallallahu aleyhi və səlləm.
nə azmışdır, nə də haqdan sapmışdır. 1. Azmaq, cahillik, elimsizlik. 2 də haqdan sapmaq, bu da rüşdün əksi. Və eyni zamanda Allah elçisi sallallahu aleyhi və səlləm öz raşidi xəlifələrini bunun ziddi ilə vəsfləndirmişdi. Cahillik və haqdan sapmanın əksi ilə vəsfləndirib Peyğəmbər sallallahu aleyhi və səlləm öz raşidi xəlifələrini. Allah azza və cəllə kimdən nəfi etdi bu iki xəstəliyi? Öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmdən. Muhammed sallallahu aleyhi və səlləm bunların ziddini kimdə təsdiq etdi? Raşidi xəlifələrdə. Baxın, uzun bir hədisdir, bilirsiniz, məşhur. Və orada Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Aleykum bi sünnəti və sünnətil xulafəir raşidinəl məhdiyyinə min ba'di. Məndən sonra, hədisin əvvəlində gəlir ki, məndən sonra kim yaşayacaq, çoxsu fitnələr görəcək, ixtilaflar görəcək. Sonra sonunda qurtuluşa yönəldir. Sizi deyir, mənim sünnətimdən tutunun. Və mənim raşidi və mehdiyin, raşidi və mehdi xəlifələrimin. Burada nədir? Raşidi və mehdiyin deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. Həm elm cəhətdən, elm, cahilliyin əksi olan, elm cəhətdən doğru elm, hidayət üzərə idilər, həm də əməl baxımından haqdan sapmamışdılar. Doğru əməl üzərə idilər. Bax, Allah azza və cəllə öz Peyğəmbərindən bu iki naqis sifəti uzaqlaşdırır ki, sizin yoldaşınız, yəni Muhammed sallallahu aleyhi ve sellem nə azmayıb? Azmamışdır, haqdan da sapmamışdır. Peyğəmbər sallallahu aleyhi ve sellem də bunların ikisinin əksini təsdiq mənasında deyir ki, Raşidi və Mehdi xəlifələrimin yolu ilə gedin. Yəni, həm elm cəhətdən, yəni cahillik yoxdur, onlar elm, nur üzərə idilər, pak Allahdan gələn vəhy üzərə idilər və həm də doğru əməl üzərə idilər. Allah bizləri də onların yoluna gedənlərdən etsin. Çünki bu ixtilafların, bu problemlərin, gördüyünüz bu bütün bu parçalanmalar, ixtilaflar, bunlardan qurtuluşun yeganə yolu, bax, Peyğəmbər sallallahu aleyhi ve sellem sünnətindən tutunmaq və raşidi xəlifələrin sünnətindən, getdiyi yoldan tutunmaqla olur. Və burada deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem həmən bu moizəsini, bu nəsiyyətini ümumi olaraq bütün insanlar üçün edir və bu özü-özünə nədir? Ümumi bir nəsiyyətdir ki, qurtuluş buradadır. Bu ümumi. Və xüsusi olaraq da kim ki buna iman eləyər, bunu təsdiqləyər, bunlar üçün də nə var? Burada rəhmət və hidayət var. Və sinələrdə olanlar üçün tam bir şəfa var. Qəlblər üçün. Qəlblər üçün bunda nə var? Tam bir şəfa var.